Rəvayətə görə o yolda gedərkən süd maşınından axan süd izini görür və düşünür ki, bir xətt bəzən sadəcə bir boya kimi görsənir. Amma bu xəttlər hər gün minlərlə insanın həyatını xilas edən görünməz bir qaydadır. Bugün isə biz bu xəttlər necə yaranıb və nə üçün bu qədər vacibdir, onlardan bəhs edəcəyik. Odur ki, diqqətiniz bizdə olsun. Yol xəttlərinin yaranması ilə bağlı isə iki məşhur hekayə var. Biri mühəndis Edward Hines haqqında, digəri isə evdən işə gedərkən hər gün qəzalarla rastlaşan həkim June McCarroll haqqında. Amma hər iki hekayənin ortaq məqsədi eyni idi: insan həyatını qorumaq. Müasir yol xəttlənməsinin tarixi isə 1911-ci ilə gedib çıxır. İlk dəfə ABŞ-ın Michigan ştatında yolun ortasına ağ xətt çəkilib. Bu ideyanın müəllifi isə mühəndis və yol komissiyasının rəhbəri Edward Hines hesab olunub. Rəvayətə görə o yolda gedərkən süd maşınından axan süd izini görür və düşünür ki, əgər yolların ortasında xətt olsa, sürücülər zolaqdan çıxmaz və bu ideya sonradan bütün dünyaya yayılır. Həkim June McCarroll'un hekayəsində isə yük maşını onu yoldan çıxarmasından sonra yolun ortasına ağ xətt çəkməyi təklif etdi və bu ideya sonradan bütün dünyada yol hərəkəti təhlükəsizliyinin əsas elementlərindən birinə çevrildi. Bəs yol xəttləri niyə bu qədər vacibdir? Çünki bu xəttlər nəqliyyatı nizama salır, sürücülərə istiqamət verir, qəza riskini azaldır, piyadaları qoruyur, yağışlı və gecə hava şəraitində görünürlüyü daha da artırır. Ölkəmizdə də yol nişanları və xəttlənmə işləri dövlət standartlarına uyğun şəkildə aparılır. Belə ki, hər il minlərlə kilometr yol yenidən nişanlanır və xəttlənir. Bəzən təhlükəsizlik ən sadə görünən detallarda gizlənir. Minlərlə insanın evlərinə sağ-salamat gedib çatmasına səbəb olan bu xəttlər isə ən bariz nümunəsidir.